Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecmain. Rabbi şrah li sadri ve yessir li emri ve ahlul uqdeten min lisani yefkahu kavli. Amma ba'd. Əziz qardaşlarım, hamınız üçün Allahdan sülh, əmin-amanlıq, rəhmət və xeyir, bərəkət diləyərək Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin bizə öyrətdiyi dua ilə salamlayıb deyirəm, Əssəlamu aleykum və rəhmətullahi və barakatuhu. Hamımızın adından qardaşımız Tahiri ürəkdən təbrik edir. Allahdan onun övladı üçün uzun ömür, can sağlığı diləyirəm. Belə münasibətlərdə bizdən əvvəlki ümmət bir-birini təbrik edər və bir-birinə xeyir dua edərdi. Məşhur duadır Həsən el-Basri rahiməhullah daim övladı olan üçün edər və deyərdi: Barakallahu ləkə fil məvhibi lək və şəkərtəl vahibə və bələğə əşuddə və ruzukdə birrə. Allah sənə bəxş etdiyi bu övladı əmələ salih övladlardan etsin. Bu böyük neymətə görə Rəbbinə çoxlu şükürlər edəsən. Övladın həddi buluğa gəlib satsın və sən onun qayğısını görəsən. Bu möhtəşəm duanın tərcüməsi budur. Nə qədər insanlar var ki, övlad həsrətindədir. Bu insanların halına baxdıqda biz övladlarımıza görə gecə-gündüz Rəbbimizə şükr edərik. Və elə insanlar var ki, özü həyatda ikən övladını itirib. O insanlara baxanda da adamın qəlbi ağrıyır. Onlara acıyırsan. Lakin hər bir halda Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bizim üçün nümunədir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir ata olaraq hələ həyatda ikən 7 övladından 6-sını öz əlləri ilə dəfn edir. Valideyn üçün bu böyük itkidir. Və buna yalnız Allahın səbr etməyə müvəffəq etdiyi kimsələr səbr edə bilər. Allah da hər kəsi daşıya biləcəyi yüklə yükləyir. Əminliklə deyə bilərəm ki, sizlərdən hər birinə Allah o qədər mərhəmət edir ki, o qədər mərhəmət edir. Etdiyiniz səhvlərə görə, günahlara görə əgər dərhal cəzalandırsaydı, yer üzündə bir nəfər qalmazdı. Lakin Allah mərhəmətlidir. Son nəfəsimizə də bizə fürsət verir ki, etdiklərimizə görə peşman olub, onun yoluna qaydaq. Bu böyük nemət mənə elə gəlir ki, hər birinizə nəsib olub. Hər birinizin ailəsində övladı var. Və Allahdan istəyirəm ki, hər birinizin övladını Allah əməli salih, valideyninə itaət edən övlad etsin. Lakin yenə əminliklə deyə bilərəm ki, hər birinizin ailəsində zaman-zaman söz-söhbətlər olur. Ailədir, bu olmalıdır. Şeytan istəyər ki, hər bir ailəni dağıtsın. Lakin ailə başçısı başda olmaqla və onun həyat yoldaşı həmçinin ağıllı olmaqla o ailəni qoruyur. Bu ailələrə ki, Allah Subhanahu taala ömürlərinin sonuna da bir yerdə mehriban yaşamağa nəsib edir. Onlar həqiqətən də xoşbəxt ailədirlər. Belə ailələrdən olmaq üçün nə etməliyik? Bax, bugünkü nəsiyyətin bunun üzərində qurulub. Nə edək ki, ailələrimiz mehriban olsun, ailəyə nifaq düşməsin, dağılmasın. Ailənin biri-birinin üzərində olan haqları var. O haqları ödəsələr, o zaman o ailə möhkəm bir ailə olacaq, mehriban bir ailə olacaq. Kişinin boynuna düşən haqq nədir? Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, sizin ən xeyirliniz əhli əyalına ən çox yaxşılıq edənizdir. Diqqət edin, qardaşlar.
müsəlmanların ən xeyirlisi birinci növbədə öz ailəsinə baxan müsəlmandır. Onların qayğısına qalan müsəlmandır. Onların haqqını ödəyən müsəlmandır. Bu haqlar o qədər çoxdur ki, onları 20 dəqiqə ərzində sayıb qurtara bilmərik. Lakin bu haqlar barədə kifayət qədər kitablar yazılıb, internet vasitəsilə yazsanız ər-arvad haqları o dəqiqə tapacaqsınız. O qədər müsəlman mənbələri var ki, mən isə sizə bu haqlardan ancaq birini deyəcəm. Ən əsasını, o haqq ki, sizi bu dünyada birləşdirdiyi kimi, axirətdə də bir yerdə olmağı, cənnətdə bir yerdə olmağı səbəb olacaq. Bu haqqı da yerinə yetirməyi Allah Subhanahu vacib buyurur. Peyğəmbərinə əmr edir. Deyir, qu enfusakum və əhlikum nara və quduhan nasu vəl hicara. Ey möminlər, özünüzü və əhli əyalınızı yanacağı insanlar və daşlar olan cəhənnəm odundan qoruyun. Bu qorumağın yollarını da Allah Teala o müqəddəs kitabında bizə öyrədib. Kifayətdir ki, o kitabı oxuyasan, biləcəksən ki, Allaha şərik qoşmağın axırı necə qutarır, Allaha küfr etməyin aqibəti nədir və s. pis əməllərdən o kitab səni çəkindirəcək. Özün o pis əməllərdən çəkinməklə yanaşı, əhli əyalını da o pis işlərdən çəkindirməlisən ki, cəhənnəm əhlindən olmayasan. O ki, qaldı əks tərəfin, yəni həyat yoldaşının boynuna düşən haqlar, o da çoxdur, olduqca çoxdur. Lakin onlardan birini deyəcəm, Peyğəmbər sallallahu aleyhi ve sellemin hədisində xüsusilə vurğulanır. Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, əgər qadın 5 vaxt namazını qılar, Ramazan ayını oruç tutar, namusunu qoruyar və ərinə itaət edərsə, qiyamət günü ona deyilər, istədiyin qapıdan cənnətə daxil olur. Cənnətin 8 qapısı var. Bu qapılardan istədiyindən içəri daxil ola biləcək. Xoş o qadınların halına ki, vaxtlı-vaxtında namazını qılır, orucunu tutur, namusunu qoruyur və ərinə itaət edir. Bir şey deyəcəm sizə, onu əgər etsəniz, təcrübədən keçirsəz, özünüz görəcəksiniz ki, hər gün ailənizdə necə mehribançılıq olacaq. İstəyirsiniz inanın, istəyirsiniz inanmayın. Amma bu həqiqətdir. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, bütün günü hər bir müminin yanında kifayət qədər şeytanlar olur. Bütün günü onu yoldan çıxarmağa çalışır. Evinə qədər dalıcan gəlir. Və əgər adam qapısını açıb, ayağını içəri qoyub, Bismillah, Esselamu Aleykum deməsə, şeytanlar onunla bərabər içəri girir. Və o evdə fəsad törədirlər. Amma Bismillah deyib, ev əhlinə salam verib içəri daxil olsa, bu nə deməkdir? Allahın adı ilə bu ev üçün əminəmanlıq diləyirəm. Əssalam. Bu şeytanların hamısı qalır bu ayda. Hətta bir-birlərinə deyirlər ki, bu gecə, gecələməyə yerdən məhrum olduq. Bunu tətbiq edin, qardaşlar. Tətbiq edin ki, evinizdə xeyir, bərəkət olsun, huzur olsun. Şeytanlar sizin evinizə daxil olub, evinizdə fəsad törətməsinlər. O evdə, bayaq dedim ki, söz-söhbət ola bilər. Lakin, əgər səbr etsəniz, güzəşdə geçsəniz, Allah mərhəmət edəcək və o ailəyə xeyir, bərəkət nazil edəcək. O söz-söhbətlər unudulacaq. Diqqət edin, görün ayədə Allah Subhanahu nə buyurur? Deyir ki, Ya eyyuhəl-ləzinə əmənu, İnnə min əzvacikum və əvlədukum aduvən ləkum fəhdəruhum və in tə'fu və təsfahu və təxfiru fə innəlləhə qafurur rahim. Ey iman gətirənlər, baxın müraciət möminlərədir. Hətta möminlərin belə ailəsində problem ola bilər. Ey iman gətirənlər, həyat yoldaşlarınızdan və övladlarınızdan sizə asi olanları ola bilər. Onlardan ehtiyatlı olun. Nədə ehtiyatlı olaq? Əgər həyat yoldaşı və yaxud övlad gəlib sənə hansısa bir günaha təhrik etsə,
hansısa bir günah eləməyə təhrik etsə, ehtiyatlı ol, onun dediyinə qulaq asma, onun dediyinə tabi olma, onun şıltaqlığına uyub, Allaha asi olma. Lakin eyni zamanda da onun üstündən bir xət çəkmə, onu boşama, övladlıqdan çıxarma. Səbr elə. Ayənin ardı görünə gəlir. فَاِنْ تَعْفُوا وَتَسْفَهُوا وَتَغْفِرُوا فَاِنَّ اللّٰهَ غَفُورٌ رَحِيمٌ. Əgər güzəşt etsəniz, təqsirlərindən keçsəniz, onları əfv etsəniz, bağışlasanız, Allah da sizi bağışlayar. Allah bağışlayandır və rəhimlidir. Bax, əgər müsəlmanlar bu ayəyə riayət etsələr, onların ailələrində problem olmayacaq. Ailə başçısı həmişə səbr eləməlidir və qadının, həmçinin də uşağın nöqsanlarını tənbih eləməklə yanaşı bağışlamağı bacarmalıdır. Nə zaman ailədə söz-söhbət çıxır, ailədə asiliyə əmələ gələr? Nə zaman? O zaman ki, ailə baxır ki, ailə başçısı onlara qarşı etinasız yanaşır. Onların haqlarını ödəmir. Ancaq görəndə ki, onların haqları ödənilir, o da çalışır ki, onun haqqını ödəsin. Qarşılıqlı olur. Və ailədə olan ən böyük haqq var ki, bu haqdan insanların əksəriyyəti qafildir, xəbərsizdir. Əgər bilsələr ki, bu haqq yerinə yetirilməyincə o ailədə kifayət qədər xeyir, bərəkət olmayacaq, çalışarlar ki, birinci bu haqdan başlasınlar. Yeryüzünün ən ağıllı insanları kimlər olur? Peyğəmbərlər. Peyğəmbərləri kim öyrədir? Yəni o düzgün istiqaməti, doğru yolu kim onlara göstərir? Allah. Bunları yaradan Allah. İnsanı yaradan Allah bilir axı onun ailəsində nə olsa xeyir, bərəkət olar. Nə olmalı ki, ailədə xeyir, bərəkət olsun? Nə? Deyəcəm indi. İbrahim Aleyhisselam ailəsini, yəni zövcəsi Həcəri və oğlu İsmailı aparır, Kəbənin yanına qoyur. Allahın əmri ilə. O vaxtı Kəbənin yanında heç nə yox idi. Nə yeməyə bir şey, nə də içməyə su var idi. Heç bir şey yox idi. Düzəngahlıq idi, səhralıq. Gətirir onları ora qoyur və çıxıb gedir. Gedəndə qadın vahmələnir. Bizi burada qoyub gedirsən, biz nə yiyəcəyik, nə içəcəyik, gecəni necə keçərəcəyik, vəhşi heyvanlardan necə qorunacaq? İbrahim Aleyhisselam cavab vermir. Bir neçə dəfə arxadan səsləyir onu, cavab vermir. Axırda qadın ona deyəndə ki, bunu sənə Rəbbin mi əmr edib? Deyir, bəli. Onda rahatlaşır. Deyir, əgər Allah bunu sənə əmr edibsə, o bizi başlı-başını buraxmayacaq. Əsas yeri gəlir. Quran-ı Kərimdə Allah Subhanahu taala deyir ki, İbrahim Aleyhisselam onları Kəbənin yanına yerləşdirib, dönüb gedir və gözdən itdikdən sonra, uzaqlaşdıqdan sonra Kəbəyə tərəf dönür, əllərini qaldırır və başlayır dua eləməyə. Nə dua edir? Məyər o dua edib deyirmi ki, ey Rəbbim onlara ruzu ver, su ver, əmin-əmanlıq ver. Yox, birinci istədiyi nə olur Allahdan? Dua edir, deyir, Rabbi cəalni muqiməs salati və min zurriyyəti. Rabbənə təqabbəl duai. Rabbənə əxfirli və li valideyyə və lil müminə yevmə yəkumul hisəb. Ey Rəbbim, məni və mənim zürriyyətimi namaz qılan et. Mənim duamı qəbul et. Məni, valideynlərimi və möminləri qiyamət günü bağışla. Diqqət edin, birinci Allahdan gör nə istədi? Məni, halbuki özü namaz qılan idi. Və mənim zürriyyətimi namaz qılan et. Zövcəsi də namaz qılırdı. Bu nə deməkdir? Məni və mənim zürriyyətimi namaz qılan et. Ömrünün sonuna qədər əgər insan ibadətdə olarsa, demək, daim Allahla ünsiyyətdə olar. Allah da ona həmişə istədiyini verər. O qədər hadisələr olub ki, adam ağlına gəlmədiyi bir şeyi Allahdan istəyib, Allah da ona verib. İki misal çəkim kifayətdir. Yəni, hər birinizin həyatında belə şeylər olub. İstəmişsiniz, Allah da sizə verir. Demək, 2004-cü il idi, həcc ziyarətində idik. Bayram günü qayıtdıq Minaya. Axşamüstü qardaşlar bir 7-8 nəfər öz çadırlarına mənə dəvət elədi ki, gəl bir stəkan çay iç bizimlə, biraz söhbət eləyək.
Orada mən fikirləşdim ki, bunlara ancaq duadan söhbət eləsən faydası olar. Çünki 3 gün bunlar qalacaqlar Minada. Elə məqamdır ki, bəlkə həyatda bir dəfə düşür adamın əlinə bu fürsət. Nə dua eləsələr Allah onlardan o duanı qəbul edəcək. Dua barədə danışdım. Danışanda orada olanlardan birisi başladı ağlamağa. Söhbəti bitirdikdən sonra bayrağa çıxanda mənimlə bərabər çıxdı. Dedi ki, qardaş, başıma gələni danışmaq istəyirəm sənə. Nə vaxtsa əgər məsləhət bilsən hansısa bir məclisdə bunu danışarsan. Bu adam, o qardaşımız artıq aramızda yoxdur. Həzdən qaydandan 2 ay sonra vəfat elədi. Allah ona rəhmət eləsin. Deyir ki, mən uzun illərdir ailəmdən ayrılmışam. Ailə tərəfdə çox yüzlü adamlardır deyə oğlanlarımı əlimdən alıb onlara görüşməyə mənə qadağan edirlər. Neçə ildir görüşə bilmirəm. Heç telefonla danışa bilmirəm. Zəng edirəm ki, telefonla oğlumla danışım. Yoldaşım qəsdən deyir, verir telefonu ona. Bir dənə salam, ata necəsən deyir, əlindən alır, deyir, bəsindir, advoy verir. Deyir, mən Arafa günü Rəbbimə dua elədim ki, bizi mehriban eləsin, övladlarımı görə bilim, onlarla ünsiyyət qurum. Arafa günü də bilirsiniz, duanın qəbul olan günüdür. Deyir, mən dua elədim, səhəri gün, bayram günü də axı. Bayram günü zəng elədim, ata-anamı bayram münasibəti ilə təbrik edim. Baxdım ki, telefonu həyat yoldaşım götürdü. Boşadı da həyat yoldaşım. Deyirəm, sən bizdə nə gəzirsən? Xeyr ola bizə gəlmişsən. Gülə-gülə mənə zarafat eləyər, deyir ki, gəlmişəm sən valideynləri bayram münasibəti ilə təbrik edim. Və telefonu verdi oğluma. 40 dəqiqə deyir, oğlumla danışdım, ağlaya-ağlaya danışıram. Oğlum da deyir, ağlama ata. Bəs anam söz verib ki, atan gəlsin, icazə verəcəm, istədiyiniz yerə gedərsiniz. O elə bilir ki, uzun müddət oyla o olan ayrılığa ağlayıram. Başa düşmür ki, mən o duanın necə tez qəbul olunmasına ağlayıram. Bilirsiniz qardaşlar, bayaq qardaşlara deyirəm, ağlamaq kişiyə xas olan bir şey deyil. Kişinin təbiəti ağırdır. Kişi heç vaxt ağlamır, əksinə dözür hər şeyə. O qədər sahabələr olur ki, Ömər ibn Xattab kimi, Əli ibn Əbi Talib, Xalid ibn Valid və digərlər radiyallahu anh, onlar döyüşdə düşmənlə vuruşarkən qolları da kəsilib, nizə ilə də vurublar, oxla da yaralayıblar. O yaralara, o ağrılara dözüb ağlamayıblar. Ancaq Allahın ayəsini eşidəndə həmin insanlar uşaq kimi oturub ağlayırdılar. Əsl möminlər, bax, o möminlər idi ki, Allah subhanət hələ Ənfal surəsində onların barəsində deyir ki, İnnəməl müminunəl-ləzīnə izə zükirəllah vəcilət qulubuhum və izə tuliyyət aleyhim əyətuhu zədətuhum imanən və alə rabbihim yətəvəkkəlun. Əsl möminlər o kəslərdir ki, onlara Allahın adı çəkiləndə qəlbləri qorxuya düşür. Ayələrini eşidəndə qəlblərində olan iman artır. İkinci misal isə, demək, Arafatda ikən evdən zəng elədilər mənə. Həyat yoldaşım dedi ki, bəs bir bacı var, zəng eləmişdi səhər-səhər bizə. Xahiş elədi ki, səndən xahiş eləyim orada onun üçün dua eləyəsən. Övladı olmur uzun illərdir. 7 ildir övladı olmuş. Arafatda dua elədi, sonra da yadımdan çıxdı tamamilə bu hadisə. Üstündən aylar keçdi. Ləzgi məscidində o vaxt Peyğəmbər s.ə.v-in əxlaqi kitabından dərslər deyirdim. Elə dərsə gedən vaxtı yolda zəng elədilər evdən mənə ki, bəs yadında da o bazı üçün dua eləmişdi. Deyirəm, bəli, deyir, onun övladı olub. Bu xoş xəbəri həmin o dərsdəykən danışdım qardaşlara. İmanları artsın deyə. Onlar da yazır axı. Bu dərsi yazır, sonra da qardaşlara paylayır, hamı da qulaq asır buna. Demək, bir qardaşımız bir gün zəng elədi mənə ki, bəs əqiq, qonaqlıq, istəyirəm sən başda oturasan. Qonaqlıqda ancaq mənə dedi o. O vaxta qədər bildirmirdi. Qonaqlıqda hamının yanında dedi ki, 7 il idi mənim övladım olmurdu. Bu qardaşın maşında gedəndə xütbəsinə qulaq astım ki, Ərafatda dua qəbul olur.
və Arafatda Rəbbimə dua elədim. Allah da mənə 2 ikiz oğul nəsib elədi. İndi isə həmin qardaşımızın 4 oğlu var. Budur Allahın gücü, qardaşlar. Qəlbinizi nə qədər ona bağlayacaqsınızsa, vallahi ki, öz təcrübəmə görə deyirəm, bütün dünya yığışıb sənə pislik eləmək istəsə, Allahın yazdığından artıq heç kəs heç eləyə bilməz. Və həmçinin də sənə yaxşılıq eləmək istəsə, yenə Allahın yazdığından artıq bir yaxşılıq edə bilməzlər. Bir dünyavi misal çəkim sizə, ibrətamiz bir şeydir. Bununla da bu nəsiyyətimi tamamlayacağım inşallah. Moskvada kardiologiya institutu var. Bu institutun da rəhbəri, qlavrası Leo Bakeri adlı birisidir. Eşitmişsiniz yəni. Demək, müsahibəsinə baxıram. Müsahibə alan jurnalist qadın deyir ki, yoldaş filan kəs, biz neçə vaxtı baxırıq sizin əməliyyatlara, əməliyyatdan çıxandan sonra sizin hərəkətlərinizə, başa düşə bilmirik, bu nə olan şeydir? Siz niyə belə edirsiniz? Əməliyyat bitəndən sonra çəkilir kənara, əllərini qaldırır. Deyir, bu nə deməkdir? Deyir, bilirsən qızım, mənimlə o skalpelin arasında heç bir fərq yoxdur. Mən boynuma düşən vəzifəni yerinə yetirirəm. Saatlarla 10 saat, 14 saat, 18 saat əməliyyatı aparıram. Yoruluram. Lakin sonda bir anlıq ora təkan olmadıqda o adam ölüb gedir. O təkan da mənim əlimdə deyil. Bu ürəyin təzdən canlanması, həyata qayıtması üçün o təkan mənim əlimdə deyil. O təkan olmadıqda mənim əziyyətim də pus olur. O təkanı verəndən o təkanı verməyi istəyirəm. Bu da Allahdır. İstədiyini yaşadır, istədiyinin də canını alır. İndi qardaşlar, yeni bir can gəlib həyata. Hamımız sevinirik, qardaşı təbrik edirik, qardaşın ailəsi, valideynləri, qohum-əqrəba onu təbrik edir, sevinir, gülür. Amma bir zaman gələcək, həmin uşaq böyüyəcək, İnşallah Allah uzun ömür versin, 70-80 yaşı. Axır ki, ölüm yatağına düşəcək. Ölüm yatağına düşəndə tam tərsini olacaq. Ətrafına yığışanlar ağlayacaqlar. İnsan isə həmən insandır. Bu həyata gələndə də, bu həyatdan gedəndə də. İnsan bu həyatda elə əməllər etməlidir ki, gedəndə bu həyatdan, hamı ağlayanda onun keyfi kök olsun. İmam Şafii rahiməhullah gözəl şeir parçasında deyir ki, ağlayırdı ey insan, sən dünyaya gələndə, sevinib gülürdülər insanlar yan yörəndə. Özün üçün gün ağla. Elə işlər gör ki sən, onlar ağlayan zaman sevinəsən, güləsən. Mənim Allahdan istəyim budur ki, sizlərdən hər birinin qəlbində olan imanı artırsın və bu yolda sizi ölənə qədər sabit qədəm etsin. Ola bilər, bir qisminizin imanı o birisindən biraz çoxdur. Bu o demək deyil ki, o birlər bədbəxt olacaq. Xeyr, belə insanlarla oturub duran insanlar heç vaxt bədbəxt olmur. Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin məşhur hədisi var. Deyir ki, o insanlar ki bir yerə yığışır, Allahı yad edir. Allah onlara 4 mükafat nəsib edir. 4 şey Allah tərəfindən onlara verilir. Birincisi, mələklər həmin o toplumu əhatəyə alır öz qanadlarıyla. İkincisi, Allah tərəfindən o məclisə sükunət nazil olur, rahatlıq. Hamının qəlbi rahat olur məclisdə. Üçüncüsü, o məclisdə olanların hamısını Allah Taala bağışlayır. Və dördüncüsü, o məclisdə olanların hamısını ad-ba-ad bir-bir mələklərin yanında fəxrlə zikr edir. Axı Allah Subhanahu Quranda buyurur: "Fəzkurun yazkurkum." Məni zikr edin ki, mən də sizi zikr edim. Həmin an bilirsiniz nə baş verir? Mələklərdən biri deyir ki, ey Rəbbim, onların arasında bir nəfər var, o heç onlara qarışmır. Onlarla bir yerdə çox vaxt olmur. İndi sadəcə olaraq müəyyən bir münasibətə görə ora gəlib. Mərhəmətə baxın, Allah Subhanahu deyir ki, onu da bağışlayıram. Çünki o insanlarla oturub duran insan bədbəxt olmaz. Allahdan da istəyim budur ki, bizi həmişə sevdiyimiz qardaşlarla bir yerdə vaxtımızı keçirməyi,
onlarla deyib gülməyi, bir-birinin qəlbini sinişdirməyi və beləliklə də mehriban bir cəmaat olmağı bizə nəsib eləsin. Bir daha səni təbrik edirəm, qardaşım. Allah Subhanahu taala onu adı ilə böyütsün. Çox gözəl ad seçib qızı üçün, hamınız bilirsiniz, Safiyə. Möminlərin, Allah razı olsun, adı ilə onu böyütsün Allah Subhanahu taala. Düzdür, möminlərin anası kimi ola bilməz. Ancaq onlara oxşada bilər onları. İnşallah. Demək, iki böyük sahabə zarafatlaşır öz aralarında. Talhə ibn Ubeydullah, bir də Zübeyir ibn Avvam radiyallahu anh. İkisi də cənnətlə müjdələnən 10 nəfərdən biridir. Deməli, Zübeyir ibn Avvamın 10 övladı var idi, 10 oğlu. Oğlanların hamısının adları şəhidlərin adları idi. Ancaq Talhənin övladlarının adları Peyğəmbər adları idi. Öz aralarında zarafatlaşırlar. Talhə deyir ki, mənim övladlarımın adlarının hamısı Peyğəmbər adlarıdır. Görsən, mən bu adları seçmişəm onları. Zübeyir radiyallahu anh da cavabında ona zarafatla deyir ki, ey Talhə, sən onlara Peyğəmbər adları versən də onlar Peyğəmbər olan deyil. Amma mən övladlarıma şəhid adları vermişəm və ümid edirəm ki, onlar hamısı şəhid olacaqlar. Allahu Akbar. Biz də ümid edək ki, möminlərin anası olmasa da onlara oxşayan, əməli salih, cənnətin istədiyi qapısından içəri girən qadınlardan olsun. Subhanəkallahumma və bihəmdik, əşhədu ən la iləhə illə əntə əstəğfiruka və atubu ileyk.